əziz izləyicilərim, bugün sizlərlə birlikdə çox maraqlı, çox dadlı bir gün keçirəcəyik. Mətbəximdə həm qozlu üçgən bükmələr, həm də bir neçə başqa şirniyyat hazırladım. Hər biri özünə məxsus dadı və gözəlliyi ilə fərqlənir. İndi isə gəlin birlikdə bu gözəl ləzzətlərin hazırlanma mərhələsinə baxaq. Əvvəlcə xəmirimizi yoğurmağa başlayıram. Xəmir hazırlamaq hər bir şirniyyatın ən önəmli hissəsidir. Mən bu xəmiri çox yumuşaq və elastik yoğururam ki, bişəndə qat-qat açılsın. Ağızda ərisin. Unu, yağı, şəkəri, yumurtanın sarısını biraz da qatığı əlavə edib qarışdırıram. Əllərimlə yoğururam ki, elə bil ki, hər bir hissəyə sevgi qatılır. Çünki şirniyyat sevgisiz alınmır. Xəmir hazır olanda onu biraz kənara qoyuram ki, dincəlsin. Bu zaman mən içliyi hazırlayıram. İçlik üçün bol qoz, biraz şəkər tozu və istəsəniz biraz darçın əlavə edə bilərsiniz. Darçın həm qoxusu ilə, həm də dadı ilə bu şirniyyata başqa bir ləzzət verir. Qozu doğrayanda onun ətri bütün mətbəxə yayılır, sanki bayram havası gəlir. Sonra xəmirdən balaca parçalar götürüb onları yaymağa başlayıram. Hər bir parça elə yumuşaq olur ki, yaydıqca əlimdə sanki ipək kimi olur. İçliyini qoyuram ortasına və diqqətlə bükürəm. Bu dəfə üçbucaq formada hazırladım. Üçbucaq formaları bir-bir soba listinə düzürəm. Hər dəfə bükəndə elə bir sevinç hissi olur ki, çünki bilirəm ki, bu şirniyyatlar bişəndə həm ailəmin, həm də qonaqlarımın üzündə təbəssüm yaradacaq. Şirniyyatlar bişdikdən sonra biraz soyumağa qoyuram. Sonra süfrəyə düzürəm. Yanına bir fincan çay və ya qəhvə. Bax, o zaman tam bir rahatlıq yaranır. Mənim üçün bu anlar çox dəyərlidir. Çünki mətbəxdə hazırladığım hər bir şirniyyat mənim üçün bir xatirədir. Şirniyyat bişirmək mənim üçün sadəcə bir resept deyil, həm də bir hissdir. Hər dəfə bişəndə uşaqlıq xatirələrim, bayram süfrələri, ailə səsi gəlir gözümün önünə. Ona görə bu videonu sizlərlə paylaşmaq istədim ki, siz də o isti hissi evinizdə hiss edəsiniz. Əziz izləyicilər, əgər bu videonu bəyəndinizsə və mənim reseptlərim xoşunuza gəlirsə, kanalıma abunə olmağı unutmayın. Qarşıdakı günlərdə sizi yeni reseptlər, yeni ideyalar və daha çox ləzzətli görüntülər gözləyir. Mənimlə qalın, çünki bu mətbəxdə hər dəfə biraz sevgi, biraz dad və çoxlu pozitiv enerji var. Sağ olun ki, mənimlə olduğunuz, gələn videolarda görüşənədək hələlik.